qardaş var idi, məni oradan çıxartdı, köməkli elədi, özümdə deyildim. Suyun nəfəsə kimi də qardaşım. Yəni, oyanandan sonra, ayılandan sonra bildim ki, hamı bilir də dənizdə batmışam. Demələ, qoy ölmüş bilsinlər. Niyə, səbəb nə idi? Biraz psixoloji problemlərim var idi. Nəylə əlaqə? Borcun mu var idi? Yox, borc, ola bilsin, boş şeylər, damsı. Özümdə problem var idi ki, yəni spirtli içkidən istifadə edirdim, adətçisi olmuşdum. Hətta alkoqolizmə kimi gedə bilərdim də. Həmin gün içkili idi? İstifadə eləmişdim, bəli. Bəs kim çıxartmışdı? Belə bir məlumatın yox? Tanımıram. Mən xilas edən qardaş köynək verdi mənə. Plavki ilə, bir də köynək ilə. Gecəni elə orada dəniz qırağında gecələdim. Səhərsi günü Sumqayıt ərazisinə getdim. Orada da bələdiyyənin işçiləri var, Allah onlardan razı olsun. Yaxınlaşdım, dedim, yalandan da dedim ki, paltarlarımı oğurlayıblar, dənizə gəlmişdim. İmkan varsa köhnə ayaqqabı, şalvar, nəsə bələdiyyənin işçiləri, abadlıq işçiləri görəndə. Sağ olsun, onlar verdi. İşləyirdin haradasan? Tikintidə bəli, fəhlə. Amma rəsmi işləmirdin də? Rəsmi xeyr, rəsmi işləmir. Bəs necə oldu, qərara gəldin ki, artıq ailən görməlisən? Fikrimdə var idi görmək, onsuz da o öz qəlbimdə o çəkirəm də ağzını. Dünən qayıtdın? Bəli, bəli. Dünən səhər vaxtları. Harada yaşayır Atangil? Zabrat qəsəbəsində. Səni görəndə nə elədilər, nə hiss etdin? Sevincisi də qardaşım. Bir şey ki, atamın ayaqları tutulmuşdu, durub gəzməyə başladı. Ondan betər yəni heç nə ola bilməz.